Bu ayın adından bəllidir ki, Zilhiccə, həcc ayıdır. Bu aydan digər aylarda Allah evini ziyarət edəndə ümrə, kiçik həcc deyərlər. Amma mövsümü həcc ildə bir dəfədir. Və insanın həccətül İslam, həccətül təməttü ömründə bir dəfə yerinə yetirməsi, həm fiziki baxımdan, həm maddi baxımdan imkanı olub, getmə şəraiti olan insanlara gedib gəldikdə ailəsinin ehtiyacını ödəyəcək maddi duruma malik olduğu halda ömründə bir dəfə vacibat, namaz təki, oruc təki bizim boynumuzdadır. Amma biz bəzən əfsuslar olsun, elə İslam elə bilir ki, mənim dində olmağım, dindar olmağım namaz qılıb oruc tutmağımdan. Amma baxmış olsaq Furuiddinin digər bəndləri, məsələn, zəkatdır, xumusdur, əmr-i bimərufdur, nəhy-əz münkərdir, təvəlladır, təbərradır, Allah dostu ilə dost, düşməni ilə düşmən, insanları yaxşılığa dəvət, pislikdən çəkindirmə. Bəzən bu bəndlərində əksərimiz süslük və tənbəllik, bəzilərimiz də heç ümumiyyətlə o istiqamətdə heç addım atmırıq.